Rəsulzadə xatirələri. Hazırlayan Dilqəm Əhməd. Zəki Vəlidi Toğan, Əmin bəyin məktubu Peterburqda bomba kimi partlamışdı. Biz Rusiya əsiri türklər 1917-ci il inqilabına qüvvətli və yetişkin bir zümrə olaraq girdik. Bunu təmsil edən Əmin bəy oldu. Rusiya inqilab başladığından sonra Azərbaycan Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyasının proqramı bizə göndərildi. Əmin bəyin bir məktubu da var idi. Əmin bəyin göndərdiyi proqram və məktub Peterburqda bomba kimi partlamışdı. Daşkəndə gedirdim. Əmin bəyə bir məktub yazaraq Daşkənddə toplanacaq müsəlman qurultayına proqramı müdafiə etmək üçün bir neçə dost göndərilməsini rica etdim. 3 adam göndərdi. Bir məktub da yazmışdı. Çox uzaq görən olduğunu o zaman anlamışdım. Bu məktubda Rus olmayan istiqlalçı millətlərlə bərabər yürümək lazım olduğunu işarə edən Əmin bəy, bizim türklük davamızla birlikdə bir də Qafqaz məsələsi vardır. Onsuz edə bilmərik. Məsələ Rusiyanı parçalamaqdan ibarətdir. Ondan sonra biz bir-birimizi taparıq, deyirdi. Bu məktub 1917-ci ilin mart ayında yazılmışdı. 15-20 gün sonra Daşkənddən Moskvaya gəldi. Orada toplanan Ümumrusiya müsəlmanları qurultayına Azərbaycanlı Əlimərdan bəy Topçubaşı başçılıq edirdi. Əmin bəy danışırdı. Bütün qurultaya Azərbaycanlıların hakim olduğu görülür və Azərbaycan liderliyi edirdi. Əmin bəyin sıx-sıx alqışlanan həyəcanlı çıxışları 700 nəfərlik qurultay nümayəndəsindən 600-ünü onun proqramı ətrafında birləşdirdi. Əgər 700 nəfər içərisində Əmin bəy və dostları olmasaydılar, qurultay istiqlal və muxtariyyət tezisinə rəy verməzdi. Əmin bəyin çıxışları və müdafiələrini də özündə ehtiva edən qurultay müzakirələri Musa Cərullah tərəfindən nəşr olunmuşdur. Ayrıca Əmin bəyin nitqi bir qırğız şairi tərəfindən nəzmə çəkilmişdir. Qaynaq Azərbaycan sayı 36 1955-ci il. Abdullah Battal Taymaz Petrograddan Finlandiyaya qaçdığını telefonla bildirdilər. O vaxtlar Moskvada nəzarətdə saxlanılan milliyyətçi türk siyasilərindən biri də Azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə idi. O, Alkin kimi 1917-ci ilin inqilabının meydana çıxardığı yeni tip siyasilərdən deyildi. Ta 1905-ci il 1-ci Rus inqilabından bəri cəmiyyət və siyasət işləri və mühərrikləri ilə məşğul olan 40 yaşına az qalan bir fikir adamı idi. Onun 1905-ci il inqilabı dövründəki fəaliyyətindən qeyri-müəyyən şəkildə xəbərdar idim. Çünki mən o ərəfələrdə Rusiya xaricində idim. Kazan şəhərinə yalnız 1908-ci ilin yayında, yəni inqilabi hərəkatlar sakitləşdikdən sonra qayıtmışdım. Sonralar 1913-cü ildə qollarımı çirmələyib qəzetçiliyə başladıqdan sonra Bakıda 1915-ci ildə çıxarmağa başladığı gündəlik Açıq Söz qəzeti vasitəsilə Rəsulzadəni daha yaxından tanımışıq. Çünki nisbətən kiçik həcmli olan bu qəzetdə yeni ruh, təzə meh hiss olunmaqda idi. Bu milliyyət ruhu, türkçülük ilhamı idi. Məhəmməd Əmin adını unutmuş xalqına onun türk olduğunu anlatmağa çalışırdı. 1917-ci il inqilabından sonra may ayında toplanan Ümumrusiya müsəlmanlarının qurultayında dövlət rejiminin federasiya təməli ilə qurulması mövzusundakı tezisləri ilə Rəsulzadə özünü bütün Rusiya türklərinə tanıtmışdı. Amma mən hələ də onu ancaq qiyabi tanıyırdım. Moskva qurultayının toplandığı əsnada bir vəzifə ilə bağlı Türkistanda olduğum üçün qurultaya Kazandan seçilən nümayəndələr arasında deyildim. Rəsulzadənin də məni qiyabən tanıdığı şübhəsiz idi. Çünki iki inqilab arasında keçən dövrdə mən də imzamla məqalələr yazan təvazökar bir qəzetçi idim. Rəsulzadə 1917-ci il inqilabından sonra hələ də bu inqilab nəticəsində Qafqazda cəryan edən siyasi çaxnaşmalar əsnasında xeyli seçilmiş və
tanınmışdı. Bir gün Moskvada Rəsulzadənin ünvanını öyrəndim və ziyarətinə getdim. Həqiqi adımı söyləyib özümü tanıtdım. Mühərrir və siyasətçi olan bu şəxs ilk görüşdəcə cana yaxın, insana əminlik bəxş edən, zəkalı, bilgili, xoşsöhbət bir kimsə təəssüratı oyadırdı. Ancaq bir az lazımdan daha uca səslə danışırdı. Yoxsa daha asta pərdədən danışmağa alışmış mən şimallıyam elə gəldi. Yadımda qaldığı qədər Rəsulzadənin Finlandiyalı Helsinki tramvayından qorxmadan uca səslə danışması, ümumi yerlərdə adətən fısıltı ilə danışan finlərin də çox diqqətini çəkmişdi. Təsadüfən və talihsiz günlərdə qarşılaşdığım Rəsulzadə ilə çox tez anlaşmış və qaynaşmışdıq. O vaxt özünün anlattığına görə 1920-ci ilin aprelində bolşeviklər Azərbaycan Cumhuriyyətini işğal edincə Azərbaycan Milli Şurasının sədri Müsavat Partiyasının lideri Məhəmməd Əminin qırmızı tufan qarşısında gizlicə Bakıdan ayrılıb o zaman hələ müstəqil olan Gürcüstana keçmək düşüncəsi ilə dağlara çəkilmişdi. Ancaq vaxtında Gürcüstana keçə bilmədiyi üçün Lahıc dağlarındakı türk kəndlərində gizlənməyə məcbur olmuşdu. Bir gün gizləndiyi yer təsadüfən aşkar olunmuş, bolşeviklər həbs edərək Bakıya aparmış, orada həbs etmişdilər. Yalnız bir möcüzə şəklində, bəlkə də yerli xalq arasında baş verməsi ehtimal olunan qarşılıqdan çəkinərək çəkislər onu təcili məhv edə bilməmişdilər. Moskvadan gələcəyi əmri gözləmişlər. Bu əmir gözləmə müddəti xeyli uzun davam etmiş, sabiq Azərbaycan Milli Şurasının sədri 6 ay müddətində məhbus yatmışdır. 1920-ci ilin sentyabr ayında Bakıda Şərq Millətləri Qurultayı toplandığı zaman Rəsulzadə hələ də həbsxanada çilə çəkməkdə idi. Ancaq həmin ilin oktyabr ayında əmisi oğlu Məhəmmədəli Rəsulzadə ilə birlikdə Moskvaya aparılmış, orada nəzarətdə saxlanılmışdır. Moskvada o zamana görə maddi vəziyyəti çox pis deyildi, məncə. 1921-ci ildə ona Lazarev adına Şərq Dilləri İnstitutunda fars dili müəllimliyi etdiyi üçün nisbətən yaxşı təyin alırdı və çox ac qalmırdı deyəsən. İndi düşünürəm və təəccüblənirəm. Məhəmməd Əmin nəzarət altındakı bir siyasətçi, mən isə Qondarma Abdullah Rəhimov adını daşıyan düşərgə qaçqını bir siyasətçi ikən o zamanlar tez-tez sərbəst şəkildə görüşür, dərdləşirdik, dost olmuşduq, dəfələrlə görüşdük, dərdləşdik. Düşmənə məğlub olan bir fransız komandanı Tous sont peridus sau şərəfimizdən başqa hər şeyimizi itirdik demişdi. Məhəmməd Əmin bəy də hər şeyini qeyb etmişdi, amma şərəfini və imanını itirməmişdi. 1921-ci ilin payızında mən gizlicə Finlandiyaya keçdim. Növbəti ilin avqustun əvvəllərində Peterburq imamı Lütfi Əfəndi ilə birlikdə Finlandiyanın qərbində Botniya körfəzi sahilində bir istirahət və müalicə yeri olan Nantali qəsəbəsində olduğumuz əsnada Helsinki'dəki kazanlı tacirlərdən Ömər Əbdürrəhim Məhəmməd Əmin Rəsulzadənin Petrograddan qaçaraq Finlandiyaya gəldiyini və indi Çillomekidəki karantində olduğunu bizə telefonla bildirmişdi. Bu telefon danışığından bir müddət sonra biz də Finlandiyanın paytaxtına qayıtdığımız kimi Rəsulzadə də oraya gəlmiş və bu sürətlə Hürriyyət və Mədəniyyət şəhərində bir daha görüşmüşdük. O, Finlandiyanın paytaxtında bir müddət qaldı. Parisdəki mühacir siyasətçi dostları ilə xəbərləşdikdən və oradakı bir Azərbaycan Milli Komitəsindən pasport aldıqdan sonra 16 sentyabr 1922-ci ildə dəniz yolu ilə Almaniyaya getdi. Sonra Paris üzərindən İstanbula gəldi. 1925-ci ilin noyabr ayında onunla İstanbulda görüşdüm. Azərbaycan milli mübarizəsi ilə bağlı nəşr işləri görürdü. İstanbuldakı ilk nəşr etdiyi əsər Azərbaycan Cumhuriyyəti, Keyfiyyət-i Təşəkkül və Şimdiki Vəziyyət adlı 165 səhifəli bir kitabdır. Ardınca Yeni Qafqaziyyə adlı 15 gündən bir çıxan jurnal nəşr etməyə başladı. Mən də Finlandiyada olduğum vaxt bu nəşriyyatı diqqətlə təqib etdim. Hətta oradan göndərdiyim bəzi yazılarım da Yeni Qafqaziyyə məcmuəsində nəşr olunmuşdu. Kazanlı imzası ilə xəbərlər və məqalələr yazırdım. 1925-ci ilin sonlarında mən də İstanbula gəldim. Çantamda Kazan Türkləri adlı əsərimin əlyazmasını gətirmişdim. Bu əsərin nəşrində Əmin bəyin xeyli mənəvi dəstəyi oldu. Əsər çıxdıqdan sonra Halk
qəzetində ona dair uzun bir yazı da qələmə almışdı. 1927-ci ilin yay aylarına qədər İstanbulda qaldım. Sonra Ankaraya məmurluğa çağırıldım. Bu məmuriyyət qəbul etməzdən əvvəl Məhəmməd Əmin bəy başda olmaqla dostlarımla məsləhətləşdim. Onlar mənim dövlət mərkəzində çalışmağımın faydalı olacağını bildirdilər. Ankaraya gəlincə Ayın Tarixi dərgisində Rusiyadan ayrılan millətlər başlığı ilə silsilə məqalələr dərc etdirirdim. Əmin bəy və Zəki Vəlidi bu yazıların ayrıca kitab şəklində dərcini müvafiq hesab etdilər. Mən də qəbul etdim. Onlar da maddi dəstəyi ilə bu əsər Ankarada Türk Ocağı nəşriyyatında işıq üzü gördü. Əmin bəy sonralar Türkiyədən ayrılmaq məcburiyyətində qaldı. Avropaya getdi. Nəşriyyata orada davam etdi. Türkcə, fransızca, almanca, polyakca və rusca bir sıra əsərlər nəşr etdi. Prometey siyasi mübarizə təşkilatında yer aldı. Onun Türkiyədən uzaqlaşması dostluq və əqidədaşlığımıza xələl gətirmədi. Məni heç zaman unutmazdı. Çıxardığı əsərləri müntəzəm göndərərdi. Məhəmməd Əmin bəy bu ikinci siyasi mühacir dövründə çox şeylər yazardı. Fikrimcə onun ədəbi həyatının ən məhsuldar dövrü bu dövr olmuşdu. Yazılarının çoxu siyasi mövzularla bağlı idisə də, tarixi və elmi məsələləri də ehmal etməzdi. Gəncəli şair Nizami ilə bağlı böyük həcmli və çox önəmli əsər də hazırlamışdı. Bu əsəri Milli Təhsil Nazirliyi çap etmişdi. Rəsulzadə sonuncu müharibədən sonra təkrar Türkiyəmizə gəldi. Ankaraya yerləşdi. Keçmiş dostumla təkrar üz-üzə gəlmişdi. Görüşür, dərdləşirdi. Tasvir qəzetəsində yazdığım xatirələrdə Moskvada görüşməyimizi vəsilə edərək ondan xeyli bəhs etmiş, gənclərə tanıtmağa çalışmışdım. Məhəmməd Əmin bəyin Ankara dövründə səhhətinin xeyli korlanmasına rəğmən ara-sıra qəzet və jurnallara məqalələr yazmaqdan, mühazirələr oxumaqdan qalmırdı. 70 yaşı münasibətilə ona yazdığım məktubda belə demişdim. Əzizim Məhəmməd Əmin bəy, mən sizin ömrünüzü riyaziyyat formulları çərçivəsinə sığdıra bilmirəm. Sizdə bu həyat eşqi, optimizm, bu təfəkkür və çalışma qüdrəti davam etdikcə ətrafınızdakilara, bəlkə də bütün Türk gəncliyinə parlaq bir nümunə olaraq daha uzun illər yaşayacaqsınız. Gözəl Azərbaycanın məsud günlərini dünya gözü ilə görəcəksiniz. Təəssüf ki, bu təmənnilərim həyata keçmədi. Məhəmməd Əmin bəy həqiqətən kübar və əsilzadə bir şəxsdir. O, insanları sevirdi, türkliyə tapardı. Dostluqda sadiq və vəfakardı. İnsanlara münasibət və rəftarında mülayim, sevimli olan bu şəxs düşmənlərinə qarşı da amansız idi. Azərbaycanı bütün varlığı ilə və səmimiyyəti ilə sevərdi. Öz yurdunu tanıtmaq, onun öndə olan millətlərin sırasında yüksək və şərəfli yer qazanması üçün heç bir fürsəti qaçırmazdı. Hətta tarixin qaranlıqlarından Azərbaycanın dəyərlərini axtarıb tapar, gecikmədən ictimaiyyətə təqdim edərdi. Şeirlərini farsça yazan Nizaminin fars şairləri siyahısından çıxarıb Türk-Azərbaycan şairləri siyahısına salmaq üçün azmı əmək sərf etmişdi? Əmin bəy dünyadan köçmədən öncə İran Azərbaycanında Şəhriyar adlı bir şairin Heydər Babaya salam başlıqlı məzmunəsinə görə o qədər həyəcana, vəcdə gəlmişdi ki, tez qələmə sarılıb bu məzmunəni həm dil, həm də məzmun baxımından təhlil etmiş, uzun məqalə yazıb Türk Yurdu dərgisinə göndərmişdi. 1954-cü ilin yay aylarında İstanbulda Dünya qəzetində Stalinlə ixtilal xatirələri başlığı ilə Rusiyada gizli inqilabi fəaliyyətinə dair xatirələrini də dərc etmişdi. Ertəsi il martın 6-sında Ankarada həyata gözlərini yummuş, burada da dəfn edilmişdi. Qaynaq 1. Abdullah Battal Taymaz. Qızıl Dünya İstanbul 1962-ci il. 2. Abdullah Taymaz, Məhəmməd Əmin Rəsulzadə. Toprak jurnalı sayı 6. 1 may 1955-ci il. 3. Ankara Türk Ocağında Abdullah Battal Taymaz tarafından 18 Nisan 1955-ci il tarixində verilən konferans. Azərbaycan sayı 37. 1955-ci il. Müstəcib Ülküzal. Əmin bəy sevindi və polisə 100 zloti bəxşiş verdi. Azərbaycanlılar arasında Lehistan Almanlar və Ruslar tərəfindən işğal edirdi. Lehistan Xarici İşlər Naziri ilə bəzi hökumət və ordu nümayəndələri Rumuniyaya sığındılar. Polşada olan türk liderləri tələbələrimizdən bir qismi Rumuniyaya və Köstənciyə gəldilər. Bunların arasında Azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə və
Kazım Dadaş da var idi. 1940-cı ilin 23 iyununda Türkiyədən gələn səfir Həmdullah Sübhi Tanrıveri Məhəmməd Əmin Rəsulzadə bəy ilə Köstəncidə qarşılaşdıq. Tanrı Övər Cəfər bəydən gətirdiyi məktubu verdi. Məhəmməd Əmin bəyin Buxarestdə qalmasını, dolanışığını təmin edəcəyini bildirdi. Səfiri Buxarestdə yola saldıq. Ertəsi gün Məhəmməd Əmin bəylə Buxarestə getdik. Məhəmməd Əmin bəy Çiryazı otelinə yerləşdi. Ertəsi gün sabah onu ziyarət etdim. Çox üzgün idi. Səbəbini soruşdum. Bu sabah paltarımı ütüləmək üçün qarsonla dərziyə göndərdim. Bütün pulumu şalvarımın arxa cibində unutmuşam. Paltarım geri gəldiyi zaman pul yox idi. Tamam pulsuz qaldım, dedi. Tez birlikdə ən yaxın polis idarəsinə getdik. Baş komissara Məhəmməd Əmin bəyi tanıtdım və başına gələnləri anlattım. Baş komissar dərzinin adresini soruşdu. Söylədi. Komissar, narahat olmayın, mən məsələni həll edərəm və sizə xəbər verirəm, dedi. Bir saat geçmişdi ki, otelə bir polis gəldi və Məhəmməd Əmin bəyə buyurun pulunuzu alın deyərək bir dəstə zloty leh pulu uzatdı. Tam 1400 zloty idi. Əmin bəy sevindi və təşəkkür edərək polisə 100 zloty bəxşiş verdi. O gün Buxarestdə yaşayan tələbələrimizi ziyarət etdim. Onlara Məhəmməd Əmin Rəsulzadə haqqında məlumat verdim. Arabir onu yoxlamalarını, xidmətində dayanmalarını tövsiyə və tənbih etdim. Buxarestdə yerləşən Məhəmməd Əmin bəylə məktublaşırdıq. Buxarestdən Polşalılarla olan görüşlər haqqında məlumat verirdi. Parisdə yeni Polşa hökumətinin qurulacağını, bizim könüllülər məsələsini bu hökumətin müzakirə edəcəyini öyrəndiyini yazırdı. Məhəmməd Əmin Rəsulzadə ilə qəribə bir müzakirə. 1940-cı ilin ilk ayında Məhəmməd Əmin Rəsulzadə Buxarestdə ikən məndən Yusif Akçura bəyin 1928-ci Türk yılı əsəri ilə Yana Milli Yol və Yaş Türkistan dərgilərinin Sovet İttifaqındakı türklərin sayı haqqında çıxmış yazılarının olduğu nömrələrini və özünün polyak dilində çevrilmiş Azərbaycan adlı əsərini istədi. Hamısını göndərdim. Bu dərgilərdən və əsərdən bir çox mühüm bir məsələ üçün istifadə etmək məcburiyyətinin olduğunu bildirdi. Bir müddət sonra Buxarestə getdiyim zaman onu ziyarət etdim. Məni evində yeməyə saxladı. Mühüm bir quruma Qafqaz Konfederasiyası haqqında bir raport verdiyini söylədi və raportun məzmunundan qısaca belə bəhs etdi. Türkiyənin mənfəətləri baxımından Qafqaz Konfederasiyasının faydaları iki yöndə mütaliə və təhlil edilməlidir. 1. 15 milyonluq kütlədən təşəkkül edən bu konfederasiya Rusiya təhlükəsinin Türkiyəni birbaşa təhdid etməsinə əngəl olacaq. 2. Bu konfederasiya müstəqil olduğu təqdirdə yaxın, qonşu və uzaq olan böyük dövlətlərdən heç birinin onun üzərində bir haqqı və hakimiyyət iddiası səbəb olmayacaqdır. Bundan ən çox yaralanacaq dövlət Türkiyə olacaq. Çünki Qafqazda çoxluğu təşkil edənlər türklər və müsəlmanlardır. Onların Türkiyənin mədəni, siyasi və iqtisadi təsirləri altında qalması olduqca təbiidir. Belə olmaqla yanaşı böyük qonşumuzun rəqabətini oyandırmayacaq və konfederasiyanı meydana gətirən xristian millətlərindən hər hansı birinin də xarici dövlətin müdaxiləsini istəməsinə səbəbiyyət verməyəcəkdir. Qafqaz Konfederasiyasının müstəqil varlıq olaraq yaşaması Qafqaz millətləri arasında qarşılıqlı əhəmiyyət və etimadı doğruldacaq, nəticədə bu bölgədəki asayişi davam etdirəcəkdir. Türkiyə geopolitik vəziyyəti səbəbilə Qafqaz Konfederasiyası və Saadabad Paktı millətləri arasında siqlət mərkəzi rolunu oynayacaq və yaxın şərqin vəziyyətini nizamlama vəzifəsini öhdəsinə götürəcəkdir. Qafqaz Konfederasiyasına Türkistana daxil etmək mümkün ola bilər. Onsuz da aramızdakı Xəzər dənizi müştərək hüdud işini görməkdədir. Bu surətlə Türkiyə böyük bir türk və müsəlman dövlətlər və millətlər kütləsinin ortasında da başında duraraq Sovetlərin cənuba enməsinə və İslam dünyasına girməsinə mane olacaq. Eyni zamanda şərqə yayılmasına da sədd təşkil edə biləcəkdir. Bu mütaliə və düşüncələrini ehtiva edən raporunun onu qəbul edən məqamlar tərəfindən təqdir və məmnuniyyətlə qarşılandığını dedi. Bu düşüncələrinə qarşı hörmətim olduğunu söylədikdən sonra Məhəmməd Əmin bəyə fikrimi açıqladım. Bir türk yurdu olan Krımı və İdil Uralı təsəvvür etdiyi türk və İslam kütləsinin xaricində buraxmasından məmnun olmadığımı söylədim və bu iki məmləkət haqqındakı düşüncələrini soruşdum. Məhəmməd Əmin bəy bu cavabı verdi. Krım tarixən bir türk yurdudur, fəqət geopolitik durumu baxımından Qafqaz Konfederasiyasına girməz.
Türkiyə ilə də qüvvətli bağı olmaz. Bundan başqa Krımın əhalisi təəssüf ki, çox azdır. Digər millətlər qarşısında çoxluq təşkil edə bilmir. Krım Ukraynanın və ya digər qərb dövlətlərinin təsir bölgəsinə düşməkdədir. Krım bu dövlətlərlə bir şeylər etsə, məncə daha yaxşı olar. Məhəmməd Əmin bəyə bu qarşılığı verdim. Krım yarımadası Qafqazın davamı sayılır. İkisini ayıran bir Kerç boğazı bu iki ölkənin bir bütün sayılmasına əngəl törədəməz. Azaq dənizi ikisi arasında bir müştərək sərhəd ola bilər. Krımdakı türk əhaliyə gəlincə, yarımadada türk hakimiyyətinin qurulması halında türk əhalinin sayının sürətlə artması mümkündür. Çünki Krımın xaricində yaşayan milyonlarla Krımlı vardır. Onların Krıma getmələri və yerləşmələri türklüyün oradakı hakimiyyətinə bağlıdır. Yarımadadakı türk əhalinin azlığı Krım Qafqaz Konfederasiyasına girməsinə və İslam camiyyəsinə qatılmasına əngəl olmamalıdır. Türklüyün dayanışmasına önəm vermək gərək olduğu kimi, Krım yarımadasının strateji baxımından Türkiyə və Qafqazın müdafiə olunması üçün önəmli olduğunu da unutmamalıyıq. Məhəmməd Əmin bəy İdil-Ural haqqında bu düşüncələrini açıqladı. İdil-Ural türkləri Rusiyanın uzun illər boyu təhcir və iskan siyasəti ucbatından təəssüf ki, çox dağılıblar. Onların arasında kompakt şəkildə yaşayan rus kütlələr var. İdil-Urallı türklərin müstəqil bir dövlət qurmaları ciddi şəkildə çətindir. Digər tərəfdən İdil-Urallılarla Qafqazlılar arasında ruslar və Don kazakları vardır. Onlar İdil-Ural tatarlarının Qafqaz Konfederasiyasına qatılmasına əngəl olunacaqlar. Ona cavab olaraq bunları söylədim. İdil-Urallılar Qafqaza şimaldan birbaşa bağlanmasalar da, şərqdən Türkistan vasitəsilə bağlana bilərlər. Çünki ikisi sərhəddir. Məhəmməd Əmin bəy bu cavabıma etiraz etmədi və dedi, bəli, bu məsələlər irəlidə hadisələrin yardımı ilə həll edilə bilər. Məhəmməd Əmin bəydən bunu soruşdum. Vaxtilə gizli bir türk cəhbəsi qurulmuş və çalışmaya başlamışdır. Bundan bir daha səs çıxmadı. Nə oldu? Əmin bəy bu cavabı verdi. Bu iş bir neçə tərəfdən praktik deyildi. Promatey baxımından, Qafqaz Konfederasiyası baxımından və bir-birimizə feilən yardım edə bilməmək baxımından. Məsələn, Ukraynaya Krıma hərbi təcavüz etsə, Azərbaycan Şimal Qafqazdan və ya Gürcüstandan keçərək ordusu ilə Krıma necə yardım edə bilər? Yaxud İran Azərbaycanına təcavüz edərsə, Krım bizə necə köməyə gələ bilər? Yaxud Ruslar İdil-Urala təcavüz edərlərsə, bizlər İdil-Urala necə kömək göndərə bilərik? Bugünkü vasitələr, təyyarələr, raketlər və sair silahlarla yardım etmənin necə mümkün olacağını 1940-cı illərin başlarında təsəvvür etmək olmurdu. Halbuki bu gün 1971-ci il. Siyasi, iqtisadi və hərbi yardım etməyin necə mümkün və asan olduğunu bilməkdədir. İrəlidə bunu daha çox artacağına şübhə edilməməkdədir. Türklük cəbhəsi və dayanışmasını təşkil etmək və yaşatmaq türklüyün gələcəyi və səlaməti üçün təkcə faydalı deyil, lüzumlu və zəruridir. Məhəmməd Əmin Rəsulzadə bəy Buxarestdən göndərdiyi 19 iyun 1940-cı il tarixli məktubunda yazırdı. Xeyli zaman keçdi. Son məktubunuza cavab verə bilmədim. Məni üzürlü hesab edin. Hadisələr necə də əks istiqamətdə inkişaf etdi. Heyrətlənmək alışqanlığı olmayanlar belə indi heyrətlənirlər. Qoskoca Fransanın qısa bir zamanda amana gəldiyini görüncə sentyabr faciəsi əsnasında zavallı Polşalıları tənqid edənlər mütləq ibrət götürmüşdülər. Görək daha nələr olacaq. İngiltərə mücadiləni aparacağam deyir. Fəqət Almaniyanı qitəyə yıxaraq parçalayacaq qüvvət hardadır? Rusiya mı? London Moskvanın yenə könlünü almağa çalışır. Fəqət Rusiya vəziyyəti qurtara bilərmi? Uzun bir mücadilə nəticəsində qərb dövlətləri kimi Almaniyanın da taqətdən düşəcəyini təxmin edən Stalin də aldanmışdır. Görək hadisələr nə göstərəcəkdir? Hər halda tarixdən çox da gözlənilməz yollarla da olsa, hadisələrin sonunu milli qayələrimiz üçün əlverişli bir şəkildə salmasını təmənni edək. Qaynaq Müstəcib Ülküsal. Krım yolunda bir ömür. Ankara 1999-cu il. Kənan Qoca Türk. Rəsulzadənin tapancası məni xilas etdi. Rumuniyada tanıdığım məşhur şəxsiyyətlərdən biri də Azərbaycanın sabiq prezidenti Məhəmməd Əmin Rəsulzadə bəy idi. 1917-ci il Bolşevik ixtilalı ilə Çar Rusiyası dağıldığı zaman müstəqilliyinə qovuşan Azərbaycanda Cümhuriyyət elan edilmiş və Müsavat firqəsinin sədri hörmətli Məhəmməd Əmin Rəsulzadə prezidentliyə seçilmişdi. Ancaq qardaş Azərbaycanın bu istiqlal və hürriyyət xoşbəxtliyi 2 il davam etmiş, kommunistlər
Hər tərəfdə təkrar Çar Rusiyasının torpaqlarına sahib çıxmış, Azəri millətini bölərək və öz-özlərinə qırdıraraq kommunistləşdirmişdi. Kommunistlərin mövcud vəziyyətə hakim olmaları üzərinə qaçıb Türkiyəyə sığınan Rəsulzadə daha sonra da Sovet hökumətinin Türkiyəyə etdiyi ağır siyasi təzyiqlər nəticəsində buradan ayrılmaq məcburiyyətində qalmışdı. Bəzi qərb ölkələrində dolaşdıqdan sonra nəhayət Polşaya yerləşmiş və bir Polyak xanımla Leyla xanım əfəndi evlənmişdi. Uzun müddət Polşada qalmışdı. Fəqət siyasi qədəri ondan əl çəkmir, onu hər yerdə izləyirdi. İkinci Dünya müharibəsindən əvvəl Rusiya ilə Almaniya arasındakı o saxta dostluq başlayınca hər iki tərəf Polşanı bölüşdürməzdən əvvəl Rəsulzadə buradan da qaçıb Rumuniyaya sığındı. Burada günlərini həmişə bizlə bərabər səfirliyimizdə keçirirdi. Hamımızla, xüsusilə səfirimiz Həmdullah Sübhi Tanrıverlə səmimi dost və yoldaş olmuşdu. Səbəbini bilmirəm, ən çox mənim otağımda oturardı. Bəlkə də daha geniş və uyğun olduğu üçün otağımda rahat olurdu. Ədəbiyyat onun ikinci məsləyi, sənəti idi. O günlərdə Böyük Azərbaycan şairi Nizaminin həyatını yazırdı. Rusiya, Orta Şərq və dünya siyasəti haqqında mənə çox dəyərli bilgilər və öğüdlər verirdi. Bu mövzularda məqalələr yazır, Zəki Küneralp bunları alman dilinə çevirir, alman mətbuatına göndərirdi. Bir nüsxəsini də mən alıb saxlayırdım. Rəsulzadə daha əvvəl Polşada ikən o zamanki Polşa Xarici İşlər Naziri məşhur Albay Bek ilə tanış olub dostlaşmışdı. Albay Bek hücuma məruz qalmazdan əvvəl yurdunu tərk edib Fransaya qaçarkən çox özəl, kiçik və zərif tapançasını bir xatirə olaraq Rəsulzadəyə hədiyyə etmişdi. Rumuniyada Horasima üsyanından sonra hökumət xalqı hər növ silahlarını dövlətə təslim etməyə çağırmış və Rumun polisi evlərdə silah axtarışı aparmışdı. Əmin bəy də başına dərd olmasın deyə bu tapançanı gətirib mənə təslim etmişdi. Sədəf qəbzəli, çox zərif, heç kimin görməyəcəyi şəkildə cibdə saxlanıla bilən kiçik bir tapanca idi. Onu hərbi ateşeliyin kassasında saxlayırdım. Onu 2 il sonra bir dəfə istifadə etmişdim. Həyatımı xilas etmişdi. Vacib bir vəzifəyə görə Ankaraya çağırılmışdım. Bolqarıstandan keçərkən Sofiya vağzalında hücuma məruz qalmışdım və bu tapanca cibimdə idi. Məni xilas etdi. Buxarestdəki vəzifəmin sonunda yurda dönərkən Məhəmmədəmin Rəsulzadə bəyi Buxarestdə buraxmışdım. Çox keçmədən almanlar Stalingrad müharibəsində məğlub olmuş, Rus orduları sürətlə Rumuniyaya doğru irəliləməyə başlamışdı. Buna görə də Rəsulzadə yeni bir köçə məcbur olmuş və bəzi almanlarla birgə qaçaraq Almaniyada Mittenwald adlı mühacirlərin düşərgəsində əzab çəkməyə davam etmişdi. Təxminən 2 il sonra oradan yazıb bir dostumuz vasitəsilə Türkiyəyə mənə göndərdiyi məktub onun həyatının qəribə bir dönəmini əks etdirdiyi üçün kitabımızda dərc etmişik. Bu məktub üzərinə çoxdan yurda dönən Həmdullah Sübhi Tanrıöverin hökumətimiz nəzdindəki təşəbbüsləri və ötən dövrlərdəki kimi onun əmri və mənim də əlaqələrim nəticəsində çox çətinliklə qarşılaşmadan qısa zamanda Rəsulzadə ilə xanımının Türkiyəyə gətirilməsini təşkil etmişdi. Ankaraya yerləşdirmişdi. Təəssüf ki, bir çox idealist vətənpərvər böyük şəxsiyyətlər kimi o da xəyalındakı siyasi hədəfinə çatmadan ağrılarla dolu, kədərli həyatının səbəb olduğu o mənhus xəstəliyə məğlub olaraq Ankarada vəfat etdi. Cəbəcədəki məzarlığında dəfn olundu. Tanrı rəhmət eləsin. Çox sevdiyim bir türk böyüyü olaraq qəlbimdə yaşayır. Rəsulzadənin Kənan Qoca Türkə məktubu. Mittenwald, 1946-cı il. Əzizim Kənan bəy, İhsan bəyin əzizliyindən istifadə edərək bu məktubu göndərirəm. Sizdən ayrılalı xeyli zaman oldu, həm də necə bir zaman. Başımızdan keçənlərin hekayətini qısa məktuba sığdırmaq qabil deyildir. Görüşərkən inşallah danışaram. Vaxtilə yüksək məqamına verdiyim yazıda bilirsiniz, açıqda necə təhlükədə qalacaq 10 minlərcə türkün müqəddəratına nəzəri diqqəti cəlb etməyi səy etmişdim. Bu minlərdən bir çoxu qorxduğumuz aqibətə uğradı. Orada qalanların bir qismi indi Mittenwaldda toplaşaraq bir an əvvəl Türkiyəyə getmək həsrətindədirlər. İhsan bəyin bu dəfəki dönüşü sonunda bu həsrətlərin tezliklə sona yetəcəyinə ümid edirik. Bunların arasında biz də varıq. Yaxınlarda dostlarla görüşəcəyimizə ümid edirik. Doğrusu bu qışda əhəmiyyətsiz, işsizlik, mühitsizlik və evsizlik hissinin əzici baskını altında keçirmək təsəvvürü qarşısında qorxu duyuruq. Nəhayət,
öz mühitimizdə öz işimiz və əməyimizlə yaşamaq və çalışmaq imkanı əldə edə biləcəyikmi? Əzizim Kənan bəy, Leyla ilə daima sizi xatırlayırıq. Sizinlə görüşmək, Suzan xanımın əlini, kiçik Timurçinlə Mineynanın gözlərini öpmək bizim üçün çox zövqlü bir iş olacaqdır. Fəlakət görmüş bütün türklərin həlakatı məsələsi fərz-i mahal olaraq alovlanarsa, o zaman xüsusi təşəbbüslə hərəkat üçün səy edəcəyəm və bu xüsusda dostların vasitəçilik və yardımlarına ümid edəcəyəm. Sübhi bəy əfəndiyə, Səadət xanım əfəndiyə və bütün dostlara bizdən salamlar. Candan sevgilərlə Məhəmməd Əmin Rəsulzadə. Qaynaq Kənan Qocatürk. Bir subayın anıları 1909-1999. Bitməmiş simfoni İstanbul 1999. Mustafa Nermi, Vətən qoxusu gəlir artıq. Türkiyənin qoxusu. Məhəmməd Əmin Rəsulzadənin ana yurda son dönüşü. Ömrünü türklük davasına həsr edənlərin arasında Məhəmməd Əminin özəl bir dəyəri var. Böyük öndərlərini anmaq üçün Azərbaycanlılar bu gün Bəyazid məscidinə mövlud törəni hazırlayıblar. Gəncəli Nizami kimi həqiqətən ciddi bir əsər qoyan Məhəmməd Əmin 40 gün öncə aramızdan ayrılmış, türk könüllüləri dərin hüznə bürünmüşdür. 1947-ci ilin avqustu Mittenwaldda Bavariyanın kiçik bir qəsəbəsindəyik. Burada İshar çayının sahilində arxasını sonsuz Şam meşələrinə söykəmiş bir Alman qışlası vardır. Pioner Kaserne. Bu qışla özlüyündə bir qəsəbə sayıla bilər. Binalar, barakalar, küçələr. Rus ordusundan qaçan türklərin qurduqları teatr bu qışlanın ortasındadır. Bu kiçik qışla qəsəbəsində dolaşarkən eyvanlardan, pəncərələrdən asılan türk bayraqları ilə qarşılaşarsınız. Hər yerdə böyük türk ellərinin məxsusi ləhcələrini eşidilir. Pamirlilər, Ulan Baturlular, Daşkəndlilər, Teymurxan Şuralılar və başqaları burada toplanmışdı. Türkiyəlilərin sayı 6-7-ni keçməz. Ziya Gökalpın xəyalında dolaşan bir türk şərindəsiniz sanki. Qışlada 3000-dən çox türk yaşayır, hamısına UNRWA təşkilatı baxır. Mən də qonaqlar arasındayım, düz 10 aydır gözləyirəm. Ərəblər, İspanlar, Yunanlar çoxdan yurdlarına qayıdıblar. Türklər nə vaxt dönəcəklər? Bunu heç kim bilmir. Amerikalılar Ankaradan aldıqları teleqramı göstərərək bizə izah etdilər. Məmləkətiniz çox ağır davranır. Sizə daha artıq baxa bilmərik. Baxın, digər millətlər səlahiyyətləri nümayəndələrini göndərdilər. Buradakıları da çoxdan yola saldıq. Siz tezliklə Daçhaya yerləşdirəcək. Artıq başınızın çarəsinə baxın. İndiki konsulunuz var. Gedin ona dərdinizi danışın. Daçoha qorxunc bir yerdir. Adı belə insanın tüklərini ürpədir. Bizim blokun zirzəmi qatında bir Polşalı yaşayır. Daçohada bir il qalıb. Şalvarının sağ tərəfini sıyıraraq ayağını göstərmişdi mənə. Sümükdən başqa ayağında bir şey görünmürdü. Həkimlik təcrübəsi həyata keçirirlər. Deməli, əvvəl-axır biz də oraya sürgün edəcəklər. Üprəlmək üçün təkcə xatirələr yetər. UNRWA düşərgəsinin öndə gələnlərindən sayılıram. İş təşkilatının müdir müaviniyəm. Bir neçə həftə əvvəl də düşərgə türklərinin rəhbərliyi mənə verildi. Ayrı otağım var. Rütbənin nə olduğunu insan əsl düşərgə həyatında başa düşür. Həyata keçirilməsinə qərar verilən işlərə nəzarət etmək üçün Qışla küçəsində dolaşarkən bir qırğız türkü xəbər verdi. Amerikalı müdir sizi axtarır, tez gedin. Qışla divarlarının bir az irəlisindəki böyük köşkə yollanıram. Ağlımdan nələr keçmir ki, mütləq Daçhuyaya aparacaqlar bizi. Məgər qorxularım necə də yersiz imiş. Sabah Türkiyəyə qayıdacaqmışıq. Mətbəxdən hamımıza 3 günlük bir yemək paketi də ayrı-ayrı veriləcəkmiş. Müdir mənə bunu bildirmək istəyirmiş. Sanki dünyanı mənə vermişdilər. Hərbi Amerikanın yük maşınındaydıq. Sürücümüzün Krımlı bir türkdür. 8 nəfərik. Mən qafilə rəhbəriyəm. Alp çəmənliklərinin, meşələrinin arasından keçirik. Münxen, Paris qatarının hərəkət etməsinə bir neçə saat var. Amma sanki çata bilməyəcəyi düşüncəsi ilə tez-tez saatımıza baxırıq. Bir kənd meydanında biraz gözləmək lazımdır. Maşının axmaqlığı tutdu. Kənd uşaqları, gəncləri bizi birdən-birə əhatəyə aldılar. Çığırdıqlarını eşitdik. Bunlar artistdir. Kəndimizdə qalın. Nə olar bir gün qalsanız? Böyük bir çuvalın üstündə oturan Məhəmməd Əminə baxıram. O da mənim kimi gülür. Bizi artist zənn edirlər. Halbuki bilmirlər ki, fələk nələr edib bizə. Aman bu maşının təmiri bitsəydi, qatara minərdi. Sizi o qədər də təlaşlı görmürəm, Nermi bəy.
Vaxtımız hələ çoxdur, ona görə. Krımlı sürücümüz gülümsəyərək taxtına əyləşir. Maşınımız indi sanki uçur. Qatarımız asta-asta Münxen stansiyasından ayrılır. Bir Amerikalı zabitlə biraz mübahisə edirik. Nədir bu pal-paltar burada? Başqa bir yerdə aparın bunları. Biz buradan köçürük. Malımız, mülkümüz bunlardır onsuz da. Kehlə gəlirik. Bura sərhəd stansiyasıdır. Sənədlərimizi yoxlayırlar. Bir fransız məmur bütün hökmü ilə bizə səslənir. Səyahətinizə davam edə bilməzsiniz. Əşyalarınızı boşaldın. Fransa vizanız yoxdur. Hamımız həyəcan içindəyik. Təkrar düşərgəyə mi qayıdacağıq? Fransız məmurundan soruşuram. Dərdimizi kimə danışa bilərik? Heç kimə. Lakin istəsəniz stansiyadakı zabitin yanına gedə bilərsiniz. Məhəmməd Əmin bəy yüklərin, çamadanların başında dayanıb. Rəngi qaçıb. Fransız zabiti tapıram və danışıram. Aldığım cavab qısa olur. Olmaz. Lakin dərədən, təpədən söz açılır. Məgər zabitin babası ilə Paris Universitetində bərabər oxumuşuq. Həm də ən yaxın dostlarımdan biridir. Qatarın yola düşməsinə 10 dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək fransız torpaqlarına girməyimizə icazə verir. Yüklərin, çamadanların başında donmuş şəkildə qalan Məhəmməd Əminə uzaqdan çağırıram. Parisə gedirik. Əmin bəy, digərlərinə də söyləyin, tez olsunlar. Vaqonumuza yerləşdikdən sonra da əsəblərimiz hələ sakitləşməmişdi. Qatar tərpənər-tərpənməz qucaqlaşırıq. Əmin bəyin gözləri yaşarıb. Vətən qoxusu gəlir artıq. Türkiyənin qoxusu. Halal olsun çəkdiklərimiz. Parisdən sonrası asandır. Hamımıza uğurlu yolculuqlar. Çehil sürprizini də görmək qədərimizdə varmış. Bu fransız zabit yaxşı adam imiş. Ergenekon kimi idi bu Tenwald. Hər sıxıntının bir bozqurdu var bu dünyada. Məhəmməd Əmin o qədər bəxtiyar idi ki, gözləri alov kimi yanırdı. İllərdən sonra yurduna qayıdırdı. Türkiyə onun üçün başqa bir Azərbaycan idi. Qaynaq Yeni İstanbul, 17 aprel 1955-ci il.